Salam əziz tələbələr, informatikadan onlayn yay məktəbində hər birinizi salamlayırıq. Bugünkü dərsimiz əsasən informatikanı necə öyrənmək lazımdır, onu beynimizdə necə xəritələşdirmək lazımdır, necə rahat üsullardan istifadə edərək dərsləri mənimsəmək lazımdır. Bu haqda söhbət açacağıq. Yəni giriş dərsdə əsaslı olaraq bir şey öyrənməsək də, digər dərslərin öyrənilməsi üçün çox mühümdür bu dərsə diqqətlə izləməyiniz. Əgər bir dəfədə bir şey alınmasa, 5 dəfə qulaq asın, 6 dəfə, 7 dəfə və s. başa düşənə qədər. Yəni birinci dərsi mənimsəməyiniz çox vacibdir. İnformatikanı öyrənmək ümumiyyətlə nə üçün məşəqqətlidir, niyə çətindir, niyə biz onu öyrənə bilmirik? Bunun başlıca olaraq 2 dənə əsas səbəb var. Birinci səbəb ondan ibarət ki, mövcud olan dərslərin böyük əksəriyyəti demək olar ki, çox qəliz formada yazılıb. Cümlənin birini başlayırsınız oxumağa, cümlənin axırına girib çıxanda görürsünüz ki, cümlənin axırı hələ çatmayıb, amma səhifə artıq qutarıb. Yəni cümlənin əvvəlini tutursunuz, axırı yaddan çıxır. Axırını tutmaq istəyirsiniz, əvvəldə nə oxuduğunuz unudulur. Bu kimi problemlər yaranır, yəni dərslik problemi ciddi şəkildə var hal-hazırda informatikadan. İkinci səbəb isə ucsuz bucaqsız məlumat dənizində itib batırsınız. Ümumiyyətlə bir fənni öyrənmək üçün əvvəlcə onun beyninizdə xəritəsini yerə qurasınız. Bu tələbələrin funksiyası deyil, yəni bu tələbələr bacarmaz bu xəritəni qurmaq. Bundan məlumatlı olan bir insan, yəni bu sahəni tədris edən bir insan bu xəritəni tələbələr üçün formalaşdırmalıdır. Yəni bizim də birinci bu dərsimiz əsasən bu xəritəni formalaşdırmaqdan ibarət olacaq. Və bu işgəncəli prosesi necə əyləncəli və maraqlı etmək olar? Bunu bacardığımız qədər çalışacağıq ki, bunu sizin üçün edək bu yay məktəbində. Qısaca bir qeyd də deyək ki, dərslərimizin hamısını magistrol qrupundan, Facebookda magistrol qrupuna daxil olaraq öyrənə bilərsiniz. Yəni izləyə bilərsiniz dərslərimizi. Qrupun linkləri və lazım olan sizə keçidlər hamısı videonun aşağısında, YouTube'da videonun aşağısında yerləşdiriləcək. İnformasiya nədir ümumiyyətlə? Keçək bu xəritəni formalaşdırmağa əsas etibarilə bu işimiz dediyimiz kimi xəritəni formalaşdırmaqdan ibarətdir. Keçək onu formalaşdıraq. İnformasiya nədir? İnformasiya slaytdan gördüyünüz kimi hər hansı məlumatdır, xəbərdir, faktdır, dostunuzla nəsə söhbətləyirsiniz, o sizə nəsə deyirsiniz, ona nəsə deyirsiniz. Bunlar hamısı bir informasiya mübadiləsidir. Bunlar hamısı bir informasiyadır və siz bir-birinizlə informasiyanı mübadilə edirsiniz. Kiməsə telefonla nəsə deyirsiniz, kimsə sizə nəsə deyir, televizora baxırsınız, xəbərlərdən məlumat izləyirsiniz. Bunlar hamısı toplu olaraq informasiyadır. Xəbərdir, məlumatdır, faktdır və s. İnformatika elmi isə, informatika elminin vəzifəsi, öyrəndiyimiz bu informatika elminin vəzifəsi, yəni konkret olaraq informatika elminin vəzifəsi informasiyanı və onun proseslərini öyrənməkdir. İnformasiya bildiyiniz kimi məlumat, xəbər, fakt, proseslər isə onun ötürülməsi, qəbulu, saxlanması. Məsəl üçün, mən hal-hazırda sizə informasiya ötürürəm, siz o informasiyanı dinləyirsiniz, yəni qəbul edirsiniz. İstəsəniz yadınızda saxlayacaqsınız, sonra onu emal edəcəksiniz və s. Bunlar informasiya prosesləridir. Deməli, informatika elmi çox mühüm məqamdır, buna xüsusi diqqətliyin. İnformatika elminin işi gücü informasiyanı və onun xassələrini öyrənməkdir. Daha doğrusu proseslərini öyrənməkdir. İnformatikanın işi ilə gücü ilə tanış olduq və informatika bu prosesləri, bu xassələri öyrənərkən 3 elementdən istifadə edir. Onlar informatikanın tərkib hissələri deyirlər. Bu 3 element hansılardır? İnformatikaya lazım olan cihazlar, lazım olan çəkic, alətlər bunlardır informasiyanı öyrənmək üçün. İnformatika nə oldu? İnformasiya və onun proseslərini öyrənən elmdir. Proses də bildiniz, ötürülməsi, qəbulu, saxlanması və s. İnformatika isə informasiyanı və onun proseslərini öyrənir. Öyrənərkən informatikaya nələr lazımdır? 3 əsas silah lazımdır informatikaya. Birincisi qurğulardır. Qurğular olmadan informasiyanı ötürmək, saxlamaq, emal eləmək və s. bunlar mümkün deyil. Hansı qurğulardır bunlar? Kompüterdir, yaddaş qurğulardır, modemdir, monitordur və s. Hər biri haqqında ayrılıqda hardware dərsində tanış olacaq. İkincisi alqoritm təminatıdır, yəni plandır, proqramdır. Hər bir işdə bir proqram qurduğunuz kimi informasiyanın da emalı zamanı bizə bəzi planlar lazım olur, proqramlar lazım olur. Həmin o plana, ardıcıllığa deyirlər alqoritm. Yəni çox sadə bir şeydir, qəliz bir şey deyil. Bu dərsdə öyrənəcəyik ayrılıqda. Üçüncü isə proqram təminatıdır. Kompüterdə işləyərkən yəqin ki, ən azından bir dəfə də olsa kompüterin arxasında oturmuşsunuz və görmüşsünüz orada proqramları. İlk olaraq açılanda Windows görürsünüz, Windows 7 adətən belə olur. Sonra internetə girmək üçün Google Chrome, Mozilla və s. proqramlardan istifadə edirsiniz. Bunlar da hamısı bir yerdə təşkil edir proqram təminatını. Bu az əvvəl adını çəkdiyimiz 3 əşyadan, 3 çəkisidən, 3 qurğudan, 3 cihazdan, düz cihaz burada məcazi mənada işlənilir. Yəni 3 alətdən, 3 vasitədən ilk ikisi çox da vaxtımızı almayacaq. Əsas biz maraqlanacağıq proqramlara öyrənməyə bizim çox vaxtımız gedəcək. Proqram təminatından biz nələr öyrənəcəyik bu proqram ərzində? Yəni
keçdiyimiz dərslər ərzində, ya məktəb ərzində. Proqram təminatı ümumiyyətlə özü də 3 yerə bölünür. Sistem proqramları, instrumental proqramlar, bir də tətbiqi proqramlar. Bunlar da funksiyalar nədən ibarətdir? Sistem proqramları məsəl üçün Windows 7 və Windows-dan biz heç vaxt yazı yazmamışıq, cədvəl çəkməmişik, şəkil hazırlamamışıq. Yəni Windows bunların heç bir üçün yaramır. Əslində Windows nə üçündür? Kompüter açılanda ilk olaraq niyə Windows açılır? Hansı məqsədlərə xidmət edir? Biz bunları öyrənəcəyik. Windows sadəcə digər proqramların işləməsi üçün normal şərait yaradır, yəni mühit yaradır. İstifadeçi ilə kompüter arasındakı əlaqələri sadləşdirir, rahatlaşdırır. Bu işlərə xidmət edən bir proqramdır. Əməliyyat sistemi, ümumiyyətlə sistem proqramlarının funksiyaları buna ibarətdir. Sistem proqramları yəni kompüter üçündür, insanlar üçün deyil, kompüterin işini rahatlaşdırır, kompüterlə insan arasındakı əlaqələri rahatlaşdırır, digər proqramların işləməsinə şərait yaradır. Bunlar hamısı sistem proqramlarıdır. Biz sistem proqramlarını öyrənəcəyik nəyə? Əməliyyat sistemlərini və əməliyyat sistemlərinin daxilində də öyrənəcəyik. Windows 7 əməliyyat sistemini daha geniş şəkildə öyrənəcəyik. İnstrumental proqramlar isə digər adından da məlum olduğu kimi instrument. Digər proqramları hazırlamaq üçün, yaratmaq üçün olan proqramlardır. Və sonuncu tətbiqi proqramlar istifadəçilər üçün olan proqramdır, bizim üçün lazım olan proqramlardır. Biz bunlar vasitəsilə müxtəlif işlər görürük. Məsəl üçün Word-lə biz yazı yazırıq, mətnlər hazırlayırıq, Excel-lə cədvəl çəkirik, PowerPoint-lə gördüyünüz bu kimi slaydlar hazırlayırıq. Access-lə verilənlər bazasını idarə edirik, nə olduğunu detallı şəkildə mövzuları keçəndə öyrənəcəyik. Və qrafik redaktorlar var həmçinin, şəkil çəkmək üçün olan proqramlardır, Paint-dir, Photoshop-dur və s. Bunlar da qrafik redaktorlar adlanır, şəkillər çəkmək və redaktorlar etmək üçün olan proqramlardır. Artıq Texnikanın qəbul proqramına tanış olmaq zamanıdır. 12 dənə mövzu görürsünüz burada. Bunlar haqqında az əvvəl hər biri haqqında qısaca da olsa məlumat aldıq. Hər birinin adını çəkdikcə siz əvvəlkiləri düşünün, görün, xatırlayırsınızmı az əvvəl danışdıqlarınızı. Birinci informatika, Rusçan da bu günü tapılmış. Birinci informatika və onun əsas anlayışları. Bunlar nədir? İnformasiya nədir? Danışdıq az əvvəl. Məlumat, xəbər, onun ötürülməsi, saxlanması filan. Bunlar hamısı informatika və onun əsas anlayışları dərsində öyrənəcəyik. Birinci dərsimiz bunlardan ibarət olacaq. Yəni əsas anlayışlar. İnformasiya nədir? İnformatika nəyə öyrənir? Necə öyrənir? Və s. İkinci, qurğular. Az əvvəl də adını çəkdik. Bizə lazım olan 3 vacib elementdən biridir. Qurğular. İkinci dərsimizdə onları öyrənəcəyik. Üçüncü dərsimizdə alqoritm, iş planı kimi bir şey yəni. Onu öyrənəcəyik. Dördüncü dərsimiz proqramlar. Ümumiyyətlə proqramlar haqqında məlumat alacağıq. Az əvvəl də gördüyünüz kimi burada məlumatlar var proqramlar haqqında. Ancaq proqramlar dərsində daha geniş məlumata malik olacaq, daha ətraflı proqramları öyrənəcəyik. Sonra ümumiyyətlə bundan sonraki dərslərimiz demək olar 10-a qədər hamısı proqramlarla bağlıdır. 4-dən 10-a qədər, 4-də 10-da daxil olmaqla hamısı proqramlarla, yəni bu bölmə ilə əlaqəlidir. Az əvvəl adını çəkdik əməliyyat sistemləri, sonra əməliyyat sistemlərindən Windows 7-ni öyrənəcəyik. Sonra keçəcəyik tətbiqi proqramlara. Word, Excel, PowerPoint, Access, qrafik redaktorlar. Bunlar tətbiqi proqramlardır. 12-13-cü mövzularımız şəbəkələr və ən nəhəng qlobal şəbəkə olan internet haqqında olacaq. Burada da şəbəkələr nədir ümumiyyətlə? Şəbəkə iki kompüterin ən sadalıdır. İki kompüterin bir-birlə bağlanmasıdır. Nə ilə bağlanmasıdır? Məlumatı ötürən bir vasitə ilə bağlanması. Məsəl üçün USB kabellə, Wi-Fi vasitəsilə, kəndirlə bağlanması yox. Məlumat ötürə biləcək bir şeylərlə bir-birinə bağlanması. Şəbəkələr bunlardır. Şəbəkələr bunları öyrənəcəyik. İnanıram ki, beyninizdə bu xəritə formalaşdı. Əgər formalaşmazsa dərsə 1 dəfə, 2 dəfə, 3 dəfə, əgər 5-ci dəfə baxdıqda belə hətta hiss edirsinizsə ki, sizdə nəsə alınır, beyninizdə nəsə xəritəyə bənzər bir şeylər, cızma-qaralar formalaşır, deməli sizdə bu alınacaq. Əgər 5-ci də alınmırsa, narahat olmayın, 6-cı var, 7-ci var, sona qədər davam edin, yəni möhkəm olun, iradə lazımdır, bilib olacaq. Xəritə beyninizdə formalaşandan sonra digər dərslər su kimi gələcək, çox rahatlıqla hamısını öyrənə biləcəksiniz. Qeyd etdiyim kimi, linklər də videonun aşağısında yerləşdiriləcək. Son olaraq bir daha nəzər salar, biz nələri öyrənəcəyik? İnformasiyanın nə olduğunu bildiniz artıq, tanıyırsınız informasiya nədir? İnformatika nəyə öyrənirdi? Onu bir düşünün öz gününüzdə. Nəyə öyrənirdi? Onun işi gücü nə idi? Sonra informatikanın öyrənməsi üçün bizə nələr lazımdır? 3 əsas şey lazımdır. Bunu unutmayın. Onlar nələrdir? Qurğulardır, alqoritmdir, bir də proqram təminatdır. Qurğularla alqoritm hərəsi bir dərsdir. Proqram təminatı da gördünüz orada 4-dən 10-a qədər bütün dərslər proqram təminatına ibarətdir. Proqram təminatı geniş olduğuna görə onu burada bir balada şərhlədik. Hansı proqramlar var? 3 qrupa bölünür. Nədir o qruplarda olanlar? Sistemin işini idarələyir. Yəni kompüterə kömək edən proqramlardır. Tətbiq proqramları nə olduğu haqqında da sizinlə biraz danışdıq. Və sonda isə Texnikanın qəbul proqramı ilə tanış oldu. Sağ olun, gələn dərslərə qədər inşallah cədvəldə sizə təqdim edəcəm qrupda və yaxud da blogda. Hamısının linkini isə videonun altından götürə bilərsiniz. Sağ olun, gələn dərslərə qədər.